Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində isə növbəti dəfə xüsusilə küllü miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Narkotik vasitə sədərək gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilən akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofon paketdə ümumilikdə təmiz çəkisi 5 kq 254 qram olan xüsusilə küllü miqdarda psixotrop maddə metamfetamin aşkar olunub. Faktla bağlı isə araşdırma aparılır.